Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə Zahid Xəlilin Zeynalabdin əsərinin təhlilini təqdim edəcəm. Sonuna qədər izləyin. Eyni zamanda bəyənib, paylaşıb, rəy yazmaqla bizdən əsirgəməyin. Keçək əsərimizin təhlilinə. Deyir, elə bil nəhəng bir təndiri başı üstünə çevirmişdilər. Göydən günün şüaları əvəzinə nəhəng alov dilləri uzanırdı. Yəni havanın temperaturunun təsvirinə bağlı başlayır əsər. Zeynəbdində elə gəlirdi ki, bu saat bir heybət mədənləri od tutub yanacaq və onu söndürmək üçün Xəzərin suyunun əndərsən də xeyri olmayacaq. Bu tərəfdə torpaq qapqara idi. Elə bir gecənin bir parçası abşeruna çökmüş, onu əbədi zülmətə çevirmək istəmişdi. Uzaqlarda görünən kiçik daxmalardan çıxıb harasa tələsən adamlar da qapqara idi və onları beləcə qaraldan, neftdən ümid gözləyərdi. Yəni, insanlar sən demə belə qaraldan nəymiş yoldaşlar? Neft imiş və neftdən ümid gözləyirdilər. Adamlar hər gün təzə bir xəbər sorağı ilə yuxudan ayılırdı. Elə bir Zeynalabdinin özü də hər gün bir heybətdə şərikli aldığı bu torpaqdan neft çıxacaq ümidi ilə yaşar. Yəni, hər gün ümid edirdi ki, şərikli aldığı torpaqdan neft çıxacaq. Səhərdən axşamacan quyunun içində əyləşir, amma bir şey çıxmırdı. Dünən şəriki çıxıb getdi. Yəni şəriki də artıq bunu atdı getdi ki, torpaq aldıq, heç bir şey hasil olmayacaq, heç nə çıxmayacaq. Bu yerlərdə heç su da çıxmaz. Hava özümüzü əziyyət salmışıq. Demək şəriki Zeynalabdin qoyub getdi. Zeynalabdin borc pul tapıb şərikinin haqqını verdi. Onu yola saldı. İndi torpağa verdiyi pullar da, quyu qazma çəkdiyi xəric də, özünün əziyyəti də havaya gedirdi. Qulağını quyuya dirədi ki, görsün oradan bir hənirti gəlirmi? Amma oradan səs-sədat gəlmir. Yəni ilkin başlanğıcı quyudan heç bir səs gəlmirdi. Zeynəbdin qara bir daşın üstündə oturub ötən günləri yadına saldı. Atası Tağa kişi hələ 10 il əvvəl ona öz yanında işləməyə təklif etmişdi. Gəl yanımda pinəçilik elə. Yəni pinəçilik ayaqqabı tikməli sənəti. Sağ olsun cəmaatı bizi birtəhər dolandırır. Demək yoldaşlar, biz bunu eyni zamanda Talvar əsərində də görürük ki, Əli Abbas kişinin atası demək neftçi olmuşdu, buruq ustası idi, amma Əli Abbas kişi dülgər olmuşdu. Eyni zamanda orada Əli Abbas kişinin keçmiş günlər yadına saldığını da şahid olur. Eyni zamanda burada da Zeynəbdin keçmiş günləri yadına saldı. Yox ata, mən bənna olmaq istəyirəm. Əlim, ayağım sağ, qolumda da gücüm. Nə üçün pinəçi olmalıyım? Yəni burada Zeynəbdinin atası ona pinəçilik işini təklif edir. Zeynəbdin isə deyir ki, mən bənna olmaq istəyirəm. Atası Zeynəbdin tərsini bilirdi. Dilindən dönməyəcəkdi. Buna görə də dillənmədi. Demək, dillənmədi. Anası Ana xanım öləndən sonra atası evlənmişdi və təzə arvaddan 5 uşağı olmuş. Demək, biz burada Zeynəbdin atasının ikinci dəfə ailəti qurduğunu və ikinci xanımdan da 5 uşağı olduğunu görür. Kişinin vəziyyətinin ağırlığını Zeynəbdin başa düşürdü. Buna görə hələ də 12 yaşı olanda tikintidə fəhlə işləməyə başladı. Yəni Zeynəbdin 12 yaşı olanda tikintidə fəhlə işləyir. Palçıqla dolu ağır çanağı başına güclə aparır. Bir dəfə çanaq həddindən artıq ağır olduğu üçün Zeynəbdin ayaqları titrədi. Az qaldı ki, çanaq qarşı yerə sərilsin. Dişləri və dodaqlarının bir-birini sıxıb bütün gücünü topladı və palçığı ustanın yanına apardı. Yaxşı ki, divarı hələ alçaq idi. Bu ağırlıqda palçığı pilləkənlə çıxarmaq qətiyyən mümkün olmazdı. Düz 18 yaşına kimi o beləcə işlədi. Demək, 12 yaşından 18 yaşına qədər 6 il o usta əlinin altında fəhlə işlədi. Qəpi-qəpi yığdı. Birazdan bənna oldu. Hətta podrası memar keçdi. Xeyli pul əldə edən sonra Bebeybətdə yer aldı. Məqsədi bu idi ki, bəlkə quyu fontan vura, Zeynəbdin kasıbçılığın daşını bir yolluq ata. Amma indi borcu 40 dəyəriyə çıxmışdı. Daha heç kəs ona nisiyə işləmək istəmirdi. Hamı çıxıb getmişdi. Bu boyda mavi göyün altında, qapqara torpağın üstündə bığ yer təzəcə tərləmiş Zeynalabdin tək qalmışdı. Ev yoxdur, göydə Allah təkdir, deyə öz-özünə ürək-dirək verdi. Zeynəbdin külük və belini götürüb yenə quyuya düşdü. Günəş isə torpağı mümkün qədər çox qızdırırdı ki, bəlkə bu cavan dediyindən döysün. Lap nağıllarda olduğu kimi günlərin birində Zeynəbdin quyunun dibində qeyri-adi bir səs eşitdi. Elə bil aşağıda torpağın altından qatarlar gedirdi. Bu gürültü getdikcə şiddətlənirdi. Zeynəbdin başa düşdü, quyu tezliklə fontan vura bilər. Birtəhər quyudan çıxıb oradan uzaqlaşdı. Günəş batmaq üzrə idi. Son şüalar Zeynəbdinin həyəcanından rəngini dəyişmiş sifətinə bərq vururdu. O isə gözlərini quyudan çəkmirdi. İndi bayaqki səs daha da bərkimişdi. Elə bir nəhəng bir qatar vağzala yaxınlaşırdı. Birazdan lap qatarın fitinə oxşayan səs eşidildi və qeyri-adi bir hadisə oldu. Zeynəbdin ömründə fontan vuran quyu görməmişdi. Görmüşdü, amma o quyuları fontandan sonra görmüşdü.
nəhəng qara çayın ətrafı basdığını, yol izi necə qaraltdığını görmüşdü. Amma indi başqa bir mənzərə gördü. Əvvəlcə qapqara bir fantom göyün üzünə qədər qalxdı, sonra Zeynalabdin təpədən dırnağa qədər neftə qərq etdi, daha sonra anlaşılmaz bir qarşılıq yarandı. Zeynalabdin gözlərini tutmuş mazutun düz də təmizləyib baxanda nəhəng bir qara çayın ona tərəf axdığını gördü. Bəli, onun quyusu fantom vurmuşdu. Belə anlarda adam bilmir sevincdən ağlasın yoxsa gülsün. Zeynalabdin key-key onu qucaqlayan çaya baxdı. Neft onun dizinə çatanda başa düşdü ki, çayın içində boğulub ölə bilər. Yalnız bundan sonra oradan qaçıb özünü vaxtsız ölümün əlindən qurtardı. Bəli, 1873-cü ilin isti avqust ayında, bax 1873-cü ilin demək 19-cu əsrin sonları isti avqust ayında başmaqçı oğlu Zeynalabdin quyusu fantom vurdu və cəmi 1-2 ildən sonra Zeynalabdin adının qabağına milyonçu sözünü də artırdılar. Oldu milyonçu Zeynalabdin. Neft quyunun dibindən fantom vurandan sonra elə bir pul da fantom vurdu. Neft adamları arabalara gəldi. Pul sel kimi onun cibini dolma başladı. Zeynalabdin bu qədər pulu ömrünü görməmişdi. Fikirləşirdi ki, bu qədər pulu evdə saxlayıb çürütmək nə mənası var? İlk dəfə bax bu evi tikdirdi. Evin gələcəyinə fikir verdi. Bir fikir verdi. O zaman Bakıda tikilən evlər heç biri buna bənzəməz. Tezliklə köhnə milyonerlər əl-ayağa düşdülər. Oğul, bu boyda evi tikməkdə məqsədin nədir? Evi də tikdirirəm, deyə Zeynalabdin sakitcə dilləndi. Yox da, evin bir ölçü biçisi olar. Bir bacı ailə üçün bu boyda evi tikdirməyim, mən bilməməsi yoxdur. Orasını unutdum deyim ki, Zeynalabdin Azərbaycan xalq ədəbiyyatının bilicisi. Hələ usta yanında şagird işləyəndə onu bütün çətinliklərini xalq ədəbiyyatı qoruyub çıxarmışdı. Ən çətin vaxtlarında Zeynalabdin dözüm haqqında, xalqın igidliyi barədə ürəyində bayatı deyər, sonra daha da əzəmlə işləyər. İndi də dilində belə bir bayatı gəldi. Demək, biz burada Zeynalabdinin dilindən bayatının şahidi oluruq. Bu qala bizim qala. Həmişə bizim qala. Tikmədim özüm qalam, tikdim ki, izim qala. Bu xalq hikmətinin mənasını hər milyoncu başa düşməz. Zeynalabdin deyirdi ki, yəni bu evi özüm üçün tikmirəm ha. Mən dünyadan köçəndən sonra xalqımıza lazım olacaq. O haqlıymış. İndi bu evdə Azərbaycan tarixi muzeyi yerləşir. Demək biz Zeynalabdin tikdiyi evdə indi hal-hazırda Azərbaycan tarixi muzeyi yerləşdiyini görürük. Dünyanın hər tərəfindən gələn qonaqlar içəri girən kimi əvvəlcə heyrətlə bu cüzə binanın quruluşuna baxır, sonra ayaqlarına xüsusi ev ayaqqabıları geyinirlər ki, onun gözəl döşəməsini xarab etməsinlər. İndi isə sənə qız məktəbinin tarixini danışım. Bu bina 1898-ci ildə tikilməyə başladı. 1900-cü ildə hazır oldu. Amma bu vaxtacan Zeynalabdin hər ziyarətində getmişdi. Bakının 150 kilometrində Şollar su kəmərini çəkdirmişdi. Çox işlər görmüşdü və 3 dəfə qız məktəbi açma barədə yuxarılar müraciət etmişdi. Amma İmperator 3-cü Aleksandr bu işə razılıq verməmişdi. Elə ki, Aleksandr ömrünü sizə bağışladı və 2-ci Nikolay, yəni Aleksandr dünyanı köçəndən sonra 2-ci Nikolay demək taxta çıxdı. Hacı Zeynalabdin taxıyıb fürsət itirmədən Nikolayın arvadı Aleksandra Fyodorovanın bahalı bir hədiyyə göndərdi. Bunun üstündə az bir vaxt keçən sonra Nikolaydan xahiş etdi ki, başda qız məktəbi açmağa icazə versin. Onu da bildirdi ki, həmin məktəbə Aleksandranın daim yoldaşının adı veriləcək. Biz özünüz düşünün, bütün bunlar Bakı milyonçusu kimi üçün edirdi? Xalqın uşaqları üçün. O deyirdi, qoy Azərbaycan qızları elm oxusunlar ki, sabah mən həm başqalarını öyrətsinlər, həm də evdə öz balalarını tərbiyə etsin. Demək, biz burada indiki tarix muzeyinin zamanında qız məktəbinin tikilməsi şahidi oluruq. Sonra həcc ziyarətinə getməyi, sonra Şollar su kəmərinin çəkilməyi, bax, bunlar hər birisi Hacı Zeynalabdin Tağıyevin əlindən çıxan işlərdir. Və demək, Aleksandrın vaxtında, demək, 3-cü Aleksandrın vaxtında işi görə bilmir, çünki icazə vermirdi. Nikolay taxta çıxandan sonra onun yoldaşına hədiyyələr göndərir və deyir ki, Nikolay deyir ki, məktəbi də sənin yoldaşının adına açacaq. Amma Nikolayın razılığından sonra məlum olur ki, belə bir məktəb açmaq elə də sən deyən asan iş deyilmiş. Bakı köhnə dindarları, qoçuları, Hacı Zeynalabdinin ayağını qazanlar küçələrə çıxıb Vava ilə abır həyamız, dinimiz əldən getdi deyə qışqırır, cəmaatı qəzəbləndirməyə çalışırdı. Kimlər çalışırdı? Bakının dindarları və qoçuları, demək, bu məktəb tikilməyinə qarşı çıxırdılar ki, qız uşağı hara oxumağa. Adını dünyanı dərk edə bilməyən adamlar belə anda çox qəzəblənir, yüzdə bir qüvvəyə çevrilə bilir. Hacı vəziyyətin belə şəkil alacağını gözləmirdi. Fikirləşirdi ki, yəqin xalq bu işə sevinir, amma tərsinə olur. Qız məktəbinin taleyi tükdən asılı idi. Hacı ruhdan döşsəydi, hər şey batmışdı. Amma Hacı da dediyindən dön adam deyildi. Üstəlik orası da yaxşı bilirdi ki, məktəbi olmayan bir xalqın gələcəyi yoxdur. Xalqın gələcəyi naminə bu məktəb tikilməlidir. Ona da nə qədər xərc aparacağı isə Hacı Zeynalabdinin qətiyyən hesablanmırdı.
Onun bircə şüarı var idi. Mənim yerin altından çıxan pulum yerin üstünü bəzəməlidir. Qız məktəbinin tikintisi o zaman qızıl pulla 184 min manata başa gəldi. Sonra Hacı İstanbuldan, Məkkədən, Mədinədən, başqa dini mərkəzlərdən Bakı adamlar dəvət etdi. Gələnlər gəldi, gəlməyən din xadimləri yazılı iltimat göndərdilər ki, müsəlman qızlar, oğlanlar ki, məktəbdə oxuya bilərlər. Yəni bir növ insanların belə deyək də, dərin mənada ağzını yummaq üçün, yəni qoçuların o dindarların ağzını yummaq üçün yazılı kağız göstərir ki, bəli, dindarlar deyirlər ki, yəni qız uşağı oxuya bilər. Bundan sonra düşmənlərin səsi batdı. Qoçların xəncəri qınına, tapançası qoburuna girdi. Hərəsi öz evinə çəkildi və Hacının ən böyük arzularından biri olan qız məktəbi açıldı. Hənifə xanım Məlikova məktəbin müdiri təyin olundu. Hənifə xanım böyük alim və yazıçı Həsən bəy Zərdabirin həyat yoldaşı, yəni Həsən bəy Zərdabirin həyat yoldaşı Hənifə xanım məktəbə müdir təyin olundu. Məktəbdə əvvəl 58 nəfər qız oxuyurdu, onlar burada pulsuz yeyib geyinirdilər. Məktəbin bütün xərci Hacı çəkirdi. Sonra xərci biraz da artırdı, məktəbin seminariyaya çevirdi. Dünyanın hər tərəfindən Bakıya gələn qonaqlar hökmən qız məktəbində olur, Hacının xalq maarifına bu qədər can yandırmağına heyrət edirdilər. Bir dəfə İran şahı öz arvadı ilə bu məktəbə qonaq gəlib. Şah arvadı məktəbin şagirdlərinin hərəsinə qızıl boyunbağı keçirmək bir onluq qızıl bağışladı. Yəni İran şahının yoldaşı qızların hərəsinə bir qızıl demək boyunbağı keçirmiş, bir onluq qızıl bağışlar. Qızlar burada Tağıyevin atalıq qayğısına altında oxuyub təhsilə başa vururlar. Əgər vaxtilə həmin qız məktəbi açılmasaydı, indi Azərbaycanda bu qədər savadlı qadınlar olmazdı. Gələk olaraq əsərin təhlilinə baxaq. Əsər epik növdə və hekayə yanında yazılıb, hər hadisənin təsvirində təşkiyədən istifadə olunur. Əsər Hacı Zeynalabdin Tağıyevin həyatı və xeyriyyəçilik fəaliyyətindən bəhs edir. Atası Tağıyeva pinəçilik, yəni çəkmə tikmək təklif etsə də o razı olmayıb, bənna olmaq istədiyini deyir. Anası Anaxanın dünyasını dəyişdən sonra atasının təzə evliliyi 5 uşağı olur. Vəziyyətin çətinliyi üçün Zeynalabdin 12 yaşında fəhlə işləməyə başlayır. Böyükdən sonra əvvəl bənna, sonra daha sonra podraçı memar olur. Qazanan pullar toplayıb Şərki ilə birlikdə Bibi Heybəti torpaq alır, neft quyusu qazdırır. Şərki burada su da çıxmaz deyib qoyduğu pulu götürüb gedir. 1973-cü ildə Tağıyevin quyusu fantom, demək 73-cü ildə fantom vurur. Zeynalabdin özünə böyük ev tikdirir. Bu evin tikintisinə köhnə milyonerlər qarşı çıxır. Ancaq Tağıyev xalqını düşünərək evi özündən sonra xalq üçün miras qoyur. Demək yoldaşlar, Zeynalabdin özünə böyük ev tikdirir. Bu evin tikintisinə köhnə milyonerlər qarşı çıxır. Ancaq Tağıyev xalqı düşünərək evi özündən sonra xalq üçün miras qoyur. Həmin evdə hal-hazırda Azərbaycanın Tarixi Muzeyi yerləşir. Zeynalabdin xalq ədəbiyyatının bilicisi idi. Ağır zamanlarda onun çətinliklərdən xalq ədəbiyyatı qoruyub çıxartmışdı. Tağıyev 1900-cü ildə tikintisi 2 il çəkən qız məktəbinin açılışını edir. Demək 898-ci ildə başlayır. 1900-cü ildə demək başa vurur. Açılışdan güclə icazə aldıqdan sonra cahil din xadimləri qoçlara qarşı da mübarizə aparır. Müxtəlif ölkələrdə yaşayan din xadimlərindən qızların oxuması üçün bir qadağa olmadığını aid yazılı kağızlar alır. O məktəbi açanda düşünürdü ki, xalq buna sevinir, amma əksinə olur. Məktəbin direktoru Həsən bəy Zərdabirin həyat yoldaşı Hənifə xanım olur. Bir müddət sonra məktəb seminariya olur. Əsərdə əsasən mənim yerin altından çıxan pulum yerin üstünü bəzəməlidir fikri əsər ideyası ilə demək səsləşir. Belə dəyərli yoldaşlar, Zeynalabdin əsərin təhlilinə baxdım. Növbəti inşallah bir videoda görüşəcək. Diqqətinizə görə təşəkkür edirəm.